bize gül gönderen yar. Elvan güllere bürün, bize gül gönderen yar. Əziz qonaqlar, mehriban dostlar, qohumlar və tanışlar. Mən məclisin tamadası kimi, özünüz yaxşı bilirsiniz ki, tamada bizim sözdür, yəni yeməklərin naçəlniki deməkdir. Bir tamada kimi xahiş edirəm ki, qədəhlərinizi və badələrinizi doldurasınız, xahiş edirəm sizdən. Hazırdır, hazırdır. Buyurun. Əziz qohumlar, mehriban dostlar, bugün bizim şadlığa gələn qonaqlar. Bugün xüsusi bir axşamdır. Bugün iki sevən gəncin şadlıq günü. İki sevən gəncin hicran saatlarının qovuşma dəqiqələri. Yeni Sovyet ailəsinin təməli qoyulan bir axşamdır. Sağ ol. Əla. Müdriş babalarımız çox gözəl deyiblər. Hər gül məhzı bir bülbülündür. Əgər bizim bəyimiz təsli baharda şaqraq kimi ötən bir bülbüldürsə, gəlinimiz qönçə misallı, hələ açılmamış təzə bir qönçə, nazənin, ismətli həyalı bir gəlindir. Xahiş edirəm bəylə gəlinin sağlığına bir toş. Xahiş edirəm ilk qədəhlərimizi içək. Bizim əziz, bizim gözəl göyçək, ismətli, həyalı adları nədir? Ne deyir? Adı. Neyin adı? Deyiləm. Adı? Rasim. Hə. Ve Rəfiqə. Hə. Hə. Bəli. Əziz qonaqlar, buyuruz. Hoş gəlmişsiniz, şəkil şəkərin. Hər şərin yoldaşlar, əziz qonağımız. Əyləşin. Mehriban qonaqlar, əziz qohumlar. Mən deyərdim ki, qədəhlərimizi, badələrimizi qaldırdıq. Rasimlə Rasimənin sağlığına. Ada. Sonra deyil. Amma bir məsələ də var ki, mehriban dostlar. Bir ayağa qalsın, xahiş edirəm. Əl çalar, yoldaşlar, əl çalar. Görürsünüz ki, necə qəşəng, necə gözəl, necə mehriban, necə xoşbəxt cavanlardır. Bir tuş əyləşin.
Nəçidir? Ha, ne neçidir? Bəy nəçidir? Neçidir? Ha. Ala hamısını yazıp sana vermişim ki oku yine ismi soktu da. Bakıram, Neçidir bakalım. neçidir? Oğlan zattır. Nedir o diş gayrendir. Əziz qonaqlar, Rasimcan nəinki Respublikamızda və mən deyərdim ki, məhzı Respublikamızdan kənarda da tanınmış diş həkimlərindən biridir. Təsadüfi deyil ki, Respublikamızdan çox uzaqlardan gəlirlər Rasimcanın yanına diş çəkdirməyə, diş düzəltdirməyə məhz Rasimcanın yanına gəlirlər. Mənə bax, Hə. oğlan hələ oxuyub institut qusarmıyım. Başa düşür. Mehriban qonaqlar, Bunu harda? özünüz görürsünüz ki, bəylə gəlinimiz necə də bir-birinə yaraşırlar. Yaxşı deyiblər ki, ərlə arvadın torpağı məhz bir yerdən götürülüb. Özləri də uyğun gəlir, adları da. Tarixə müraciət edək. Leyli və Məcnun, Əsli və Kərəm, Aşıq və Qərib və Rasimə. Rəfiqə Rasimə kimdir? Yaxşı. Ada bəsdir də. Əziz və möhtərəm qonaqlar, təklif növbəti sağlıq haqqında belə olacaq. Bugün məclisimizin 2 səbəbkarı var. Hamınıza məlumdur ki, hər bir səbəbkarın da məhz bir səbəbkarı var. Və mən istəyirəm bunu içək, bəylə gəlinin valideynlərinin sağlığına. Mən bəyin atası haqqında bir-iki kəlmə söz demək istəyirəm. Bəyin atasına uzun ömür, can sağlığı arzulayaq və xahiş edirəm geyin. Ey Allah'ım sağla. Ne üçün? Sağla. Niye? Ada ne atası ya? Ha, Atası ne diyor? ne olsun? Zat ne diyor? Atası sanırım. Ya. Yo. Ya, atası. Ha, 3 yıl buna kaba öldü. öyle şey. Yoldaşlar, bize bugün bəyimizin atasına can sağlığı arzulamak kısmet olmadı. Bayaq deyildiği kimi bəyin atası 3 il bundan qabaq ölüb. Və neysə, belə riskli şeyləri yada salmayaq, kişinin ruhu şad olsun. Şad olsun ki, Rasimlə Rəhimə kimi, Ada gene başla. Rasimlə Rəhimə kimi 2 cavan böyüdü. Qoy, Rəhimə yok. anaların südü nasıl onlara halal olsun. Rəhimə yok ada. Ana südü ki var. O süt meselesini çok ağırma yine. Ne için? Süt, bilirsen bizim gelin. Bəli. Hele uşaq vaxtından ana sütü emmiyib, Başa düşdüm. malışla böyüyüb, malışla. Sen necədir malışı? Malış necə malış? Necə malış? Şunların başıma, malış başa düşmürsən. Yox, mən həqiqət- Ada, sen özün alimentlə böyüməmsən. Ha? Alimentlə böyüyəndə o da malışla böyüyür də. Paraşokdur da, paraşokla. Ada, Bir tuş! Xahiş edirəm, söz demək üçün hazırlaşın, yeyin, söhbət edin, tanımayanlar tanış olsun, məclisimizin qonaqları ilə. Sen de tutar göreyim de. Əşi, bu sözün siyahı, bu sözün siyahı deyil, burada hamısı yazılıb da, bəy gəlin. Ataları, anaları, əmiləri, dayıları, möhtəbər qonaqlar, hamısına spesialli tost. Uzaq qohumlar, obşi tost, institut yoldaşları, obşi tost, Bazarkon Nadir, spesialli tost, professor, nazir mavini, rəssam birləşdirmək, Yaxşı. avtobazanın qaynanasını xüsusi qeyd eləmək, Necə avtobazanın həkimlər qaynanası? obşi tost, Bu nə artistlər yazılır? obşi tost təbrik eləmək, JEK müdürü spesialli tost, JEK də yazılıb hamısı bunu dayı məndən mi? Necə? Mən birinci bir məclisdə aparam ki mən. Hansı yekin, hansı? Deyə 609-cu kvarta. Bak sen 609 var. Gülme adam bizim bir şekilde yok. He. Bizim kvartal 906'dır ey. Bunu paşa paşa işin, bunu əmzə Mənə yapalım. görə ki, yani zaten o ismi çok yönüm. ismi soxu, İsmi ya. soxu mənə görə. Yes, Hadi yes, bir yan. Düzələr, düzələr, mandalin. Gələ. Ne güzel öyle. Ay dayı. Meclis tutarandan sonra güzelliği. Gələ bax da, mən Ada.
Ya da bu bizim ismi çok değil ki. Vay vay vay. Burada cuma akşamı yazılır. Meğer bu cuma akşamları da gidiyor. Yasin okuyandı o. Hadi. Ne güzel Bahadır olur. var. Burada He. cuma akşamı yazılır. Bu günler ne gündür? Şembe. Nedir bu ya? Şembene de şu yazmışam da burada, şembene görünmüyor. Şembe başa şimdi. Hey. Subata! Ne? Subata! Yaxşı, yaxşı. Subata! Bir tuş, tuş! Dayıcan, bu paşa oğlu ispisini səhv salır. Sən belə elə, sən mənə kömək edə bilərsən. Ne demek? Qonaqlar kimdir, nəçidir? Bir yanında oturmuşsan, yavaş-yavaş deyəsən, mən də deyərəm, vəssalam işləməm da. Ah, Kül benim başıma. Ne üçün? Sana kömək eləyim. Bəli. Ada mən bilirəm ya bunlar kimlərdir. Mən də səhər kim bunları birinci dəfə görürəm. Bunları harada tanıyıram mən ki, sənə nişan verim. Bəyəm, Mən sən- tanımıram. Ay dayı. Tanımıram. Başa şirəni, sən bəyəm, bizim bəyin atası deyilsə... Bunun neyini Allah yutsun. Ada adama ne ada diyerler. Ada atası yok. Atası ölü. Başa düşdüm də dayı. Öldü. Paşa qılır. Ölü. Sən neysən? Ben onun dayı. Dayısı. Dayı. 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 Bir tuş! Tuş! Dedim çok işli. Day biraz çok içim. Bayadınla dartıran penceğini içme. Neyse mecliste böyle şeyler çok olur. Meclisimizi devam ettiririk. Ay kişi, zalimin oğlunun dilinden elə bir dürrü cevahir tökülür. Deyirəm ölməyeydim, o günü göreydim ki, Kamil balamızın da qabağına bir halal süt əmmiş çıxır, onun toyunda belə sındıra oynayaydık. Tamadamız da bax, bu Surxayzadə olaydı, qiyamət tamadamız. Rədd elə, görmədin qonşumuz Mənzərin qızının toyunda, içəndən sonra ağlayır. Abi, Cəlil, arzunuz ürəyinizdə qalmasın. O qaldı Subhazadiyə, o fəhmların naçaniklər, onu sizin toyunuza tamada gətirmir məndən. Sizə sağlıq dost deyil. Mən gözümü yazamı, sağ ol. Onu görə deyirəm ki, bax, hamınız mehriban olun, xoşbəxt olun. Belə necə eləyin, nətər eləyin, nə tör eləyin, deməyəsiniz, can sağlığı sizə. Deyirəm ay Tahir, kaş bizim de kızımız bak böylece oturaydı o stolun başında nişanlısıydı. Tamadamızdaki Surxayzadə. Ayın 3'ü, 5-ci mikrorayon, Şadlıq evi, 6-sı köyünün turist yuxarıda. Bu xalta məni laf dilxar elədi ya. Deməli, 7'si Messi'nin kiçik toy meclisi, 9'unda da bize ona da göy kitabı. Ay can. Bunu da... Bütün bunlar keçmişin qalıqlarıdır. Elədir. Bu barədə mən çox mühasirələr oxumuşam. Toy cavanların şadlıq günü olmalı. Elə olmalı. Biz isə bundan istifadə edirik. Özümüzü göstəririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Biabırçılıqdır. Niyə burada iştirak edirik? Özüm də bilmirəm. Nəysə. Ölçək qızıma belə toy eləməyə var. Elə də la. Sağ ol. Yaxşı yox. Bu nə biabırçılıqdır ya? Sənə 1000 dəfə demişəm ki, məni belə toylara gətirmə. Elə bu? Bəlkə indi orada qəfildən, quruşdan qalıb, ola bilər. Subaylarınızdan gələk, sağ olun. Şartlılarla görüşək, çox sağ olun.
Vəssalam. Subaylarınızdan görə, can sağ olun. Sağ olun. Salamat. Gel. Yaxşı. Siyahını çaş-baş saldığın üçün. Sağ olun, çok sağ olun. Herkesin toyda görək. Ben hem cümlesini isterdim. Yadındadır bunun toyda. Bəli. Siyahını çaş-baş saldığın üçün səni 5 manat cərim edirəm. Canik, axı biz uşaqlıq dostuyuz. Uşaqlıq dostuyuq. Bir də belə desən, zaptım. Xuda zaptım işlən şey. Səni bir gecənin içində uğurlatdırıram. Uşaqlıq dostu. Anladım. Doğrudan yaxşı yadıma saldın. Biz sənə uşaqlıq dostuyuq. 5 deyil mənə. Ne için Canik? Uşaqlığı yadıma salacağım. Buyur. Sən uşaqlıqda mənə 45 manat borcluydun. İndi qaldı, yox 50 manat borcluydun. İndi qaldı 45 manat borcun. Bu çək. Ne küçedir ne meydan, ne otaktır ne eyvan, ne gülücü celiban, ne yakın ne de uzak, ne gülücü celiban, ne yakın ne de uzak. Görüş yerimiz dünya, bu güzel eziz dünya, görüş yerimiz dünya, bu güzel eziz dünya, bu görüş yerimizden geniş alem açılır. Bu görüş yerimizden geniş sesi ucalır. Ne akşamdır ne seher, ne bir kenttir ne şehir, ne bayırdır ne beyaz, ne istidir ne ayaz, ne bayırdır ne beyaz, ne istidir ne ayaz. Görüş yerimiz dünya, bu güzel aziz dünya, görüş yerimiz dünya, bu güzel aziz dünya, bu görüş yerimizden geniş alem açılır, bu görüş yerimizden geniş sesi ucalır. Bağışlayın, üzr istəyirəm. Axı mən yuxarı gedirdim, xanım qız. Eyb etmez. Aşağı düşüp bir de kalkarsınız. Bağışlayın, bu bilirsin nədir, axı bu Ben birinci mertebede olmalıyım. çox acab. Mən də 10-cu mərtəbədə olmalıyam. Ben tələsirəm. Heç dəxli var sən Allah, tələsir. Bəlkə mən sizə çox tələsirəm. Bir də ki, mən liftə sizdən qabaq minmişəm. Ama mənə də Mercan deyərlər. Çox gözəl. Ağır ki, oyunu başa vurdunuz. Mərcan. Lift xarab oldu. Azı yarım saat buradayım.
Hamısı da sizin höcətliyinizdən. Yarımca saat kifayətdir ki, nişanlınız öz nişanını qaytarsın. Öz ləyaqətini qoruyan qız heç vaxt bu qədər gözləməz. Görünür, subay qalmalı olacaqsınız. Siz də qız qarayacaqsınız. O boks çempionu çoxdan çıxıb gedir. Bak. Bir dəqiqə, Bəs olmadı. bu gülləri mirik saçlarına verəcəm. Bəlkə biraz buraya yumuşalıq, değil mi? Buyurun. Çox sağ olun. Xoşbəxt olun. Harada qalın? Bax, bunlar üçün. Bunlar üçün gedir. Bu nə? Sən mənə gül almışsan. Təşrif edirəm ki. Mən ərə gəlim. Yüz. 200. 500. Ata batı öyle. Yine çaştım bak. Eşit belediye iş olar. Ne olur? Yığışdırmış şəkilləri buradan da, ayıbdır baxı. Evə qonaq gələr, yaxşıdır. Niyə lazım axı? Ne danışırsan ay kişi? Ne fətələn danışırsan? Uşağımın işləridir, sənətidir.
Bu nə sənətdir? Sənət. Getdi özünə sənət tapdı da. Mən deyirdim, uşaq, heç olmasa vəkildən zaddan olardı. O, Patsudimiləri zadı zaşkət eləyərdi. Əli də ki, pulla oynayardı. Ya da bər başına, heç olmasa şairdən yazısından olardı. Hə? Ha kişi, baxırsan ona. Teatrda balet oynayır, artistdir. Bütün dünyanı gəzir. Parisdə mükafat alıb. Sən mənim canım bir buna bax. Motosiklet sürəndir, çempiondur da. Hələ bir ona bax. Raçandır, gör nə qaçır, bəh. Başın tüklər də vızdırıb. Sən dəli oğlun beynində qaçmaqdır, atlanmaqdır, tullanmaqdır. Paris'dir, Londondur. Hele ona göre de evlenmir de. Düz deyirsən ay kişi. Mən də elə onu deyirəm də. Deyirəm, bu qulağından alıb, o biri qulağından bıraxır. Deyirəm ay bala, bir evlənəydin. Mən də sənin toyunda bir canı dildən oynayaydım. Sonra da oturub, nəvə nəticələrimin əzab əziyyətini çəkəydim. İstedi, ben... Tamam da. Yaman da nəvə əziyyəti çəkənsən. Hələ ki, oğul evlənmiş, oğlu, nə olar? Evlən. Ay Allah, nəvəm olaydı. Ay Allah, oğlum evlənəydi. Hələ ki, oğul evlənir, iti görüm, vurdu görüm, gəlini görməyim. Yaxşısın Allah. Yaxşı. Sən deməyindən belə çıxır ki, indi mənə qismət olmayacaq. Oğlumun toyunda bir sındıra oynayım. Doğrudan. Sen deməli toyda bir dəfə sındıra oynamaq üçün mənim gecəm gündüzüm olmayacaq da, bütün ömrüm dığdıqla keçəcək. Bilirsən də, atalar deyib o ağıl topuq arvanmaz. Yaxşı, bilirəm. Başa düşdüm. Allah, manatlıqlar, beşliklər götür. Pul əl çirkidir, çox pulla məşğul olma. Kitab oxu, kitab. Bax, qadasını alın bunların. Mənimki bulardır. Bax, kitab, Hellas. Oxumaq lazımdır. Toyun bütün tədariki hazırdır. Günü sabah desin, hazıram. Allah bir halal südənmişi göndərmir də. Gönderdi ayana, gönderdi. Nə göndərdi, kim göndərdi, nə danışdın ay bala? Sen istediğini, bir istediğin yarıdı. Hə, Getirdi pervertikar. Evlenirim. nə danışırsan? Uy, mama sənə qurban olsun, zarafat eləmirsən ki. Yox. Mən anlatmırsan ki. Yox. Ah, hadi, de görüm kimlərdəndir, hardandır. Bak ana, anası profesör. Atası da profesör. Bəh. Özde 5 dil bilir. Oo. Alman dili, İngiliz dili, Fransız dili, İtalyan dili, İspan dili. Düzdür, İspan dilini İngilizce bilir nispeten pis bilir. Ama söz verir ki gelen payızda... Sakla bu İstanbul'u bir otu görün burada. Kulak as. De görün kimlerden de haralıdı, Bakı'dı yoksa rayonlu. He? Ya Şimal-Şərq Azərbaycandandır, ya da Cənub-Qərb Azərbaycan. Oo. Ya Qubalıdır, ya da Ağrınalı, Qazaxlı, ya Şamaxılıdır, ya da Naxçıvanlı. Oo, bəlkə Lənkəranlıdır, ya da Balakənlidir, ya da ki gözü yiyim Şəkilidir. Yox, deyəsən Bakılıdır. Qəribə söz danışır ey vallah. Bəs adam örgənib bilməz ki, kimlərdəndir, haralıdır, rayonludur, Bakılıdır, bilməz bəs adam elə şeyləri. Ay ana, mən acıl kadrıya, onu işe götürürəm. Yaxşı, sabahtan ona bir anket verərəm, yazar hamısını doldurar. Meskomdan xasiyyətləmə lazım deyir ki? Yox, lazım deyir. Bax, belə eləyir, ona görə evlənmək istəmirəm də. Yox, heç nə demirəm. Mən daha sustum. Sən mənim ağılı balamsan. Pis qız sevməzsən. Kamil, mama sənə qurban. Düzünü de. Ney? Bunlardan döyür ki. Hansılar? Bunları deyirəm də.
Yox ana, yox. Hə? Onlardan deyil. Onlardan deyil ay ana. Amma onu da şəklini çəkmişəm. Bir dəqiqə. Bəh! Necədir? Qiyamətdir! Sən məni sevindirdin Kamil, Allah səni sevindirsin. Çadıramı sallam başıma, üzü gözümü bezərəm. Çadıramı sallam başıma, üzü gözümü bezərəm. Gedib sənə qız axtarıb, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarıb, hər tərəfi gəzərəm. Günü sabah elçi göndərirəm. $700, Ay kişi, 800, axı bir söz demədin. 900, Sənin axır sözün nə oldu? 1000, 1100, Elə qoyasan öz işlərini saxmanlıya. 1200. Əşim məndən nə istəyirsən axı ya? Birisi gün gedəcəyəm pəs məzara. Haftayı gün reviziya gəlir. Ta o biri gün den sanitariya. Bunlar da ki, Bog знает что. Şimdi mən neyini baxayım? Bircə sabah boşam. Sabah? Ha, sabah. Nə olsun? Boşam da. Qoy sabah olsun. Sabah daha yaxşı. Sabah gedərsiz. Hə, nə deyirsən? Ya sabah, bircə sabah da. Ay kişi, sən atan görü bu işi uzatma. Adı bir də gördüm fikrini dəyişdi ki, evlənmirəm. Bir qıza bax. Bax də. Elə bilirsən, belə qızı tapmaq asandır. Hə, nə deyirsən? Yaxşı dayı uzatma, dedim sabah, deməli sabah da. Yaxşı, yaxşı. Bir də bura bax ha. Mən ora sənin o bazar alverişlərini apara bilmərəm. Ən mötəbər. Ən... Akademik, Var. akademik. Ay sağ ol. Var, var. Arvad var. Diyan. Bir akademik var. Dost deyil ama tanışdı da. Ne olur? Yanıma gelir, arvadı bazdı. Balıqdan ötürü sinol yedir. Ha, həmişə həftə 8 və 9 yanımdadır. Deyir ki, arvad balıq istəyir, məni evə qoymur. İndi bu səfər yanıma gələndə ki, ya, ürəyim balıq istəyir, mən də deyərəm könlü balıq istəyəni. Ay kişi, bir də papaq eləyirsən ona, gəlir. Yoxdur arvad, onları hər akademikinin qabağına mən 4 akademik, Ay professorunun qabağına 3 professor çıxartmasam, atamın mənə verdiyi süd, anamı mənə verdiyi süd haram olsun. Alo. Alo. 66-68'dür. Alma hanım sensen. Salam Melek'im. Başıma dönüm. Tanımadın. Derdine yananı tanımadın mı? Sen Darçın Bey'imi tanımadın. Darçın Bey'imdir. Nece Salma hanım. Ne var ne yok. Ata bala nicedir. Şükür. Ağustin asofba. Böyürlər, qurban olaram elə onlara. Neçə kil oldular? Maşallah. Ağlamalıdır məni. Həri. Mənə bax Günər. Afiyet sizə pulu verdin. Sən Allah. Ağa bacı geçsin, ağa verdin, dərdin çəksin, ağzını açma Günər. Camaatda tüfət var, Bu hərfinə ki, A hərfinə ad qalmadı. 10 dəqiqə danışırsın. Kimdir hərif? Deyirəm ki, bu hərfinə, A hərfinə ad Adı qalmadı. hər ağlasına qoymuşsan, zərif adam indiyə götürmüşəm əlimə ki. Alo, ağa səninlə də öyle burada biri var Sprinke. Harada qaldım? Asallı necədir? Barışdılar, qurban olaram elə. Ağoppa, həri. Həri. Şəhəsə. Bir tüttülü dərmandır mənim üçün. Şəşsə. Adamın ki, gətirməyəndə gətirmiş.
40.000 şəkil şəkəriç. İnşallah atarsınız. Dülü. Buyuruz. Tebrik ederim şəkil şəkəriç. Attınız düttülü. Tebrik ederim. Tebrik ederim. Ey Sürxayzadə. Nə qoyub, nə axtarırsan? Dünyanın işinə bax gör, məni nə ilə təbrik edirlər. Düttülü ilə. Vaxt vardı məni böyük vəzifələr, alovlu çıxışlar, fundamental tələbələrlə təbrik edirlər. İndi dülü. Sürxayzadə, bəli, o telefonu görürsən. Görürsən onu elcə bir yanda dayanıb kirmişcə, yetim uşaq kimi, büküb boynu dayanıb. Ancaq vaxt vardı ki, yanğın söndürən maşın kimi səsi götürmüşdü aləmi başına. Axşamınız xeyir, Şakir Şəkərmiş. Gecəniz xeyrə qalsın, Şakir müəllim. Sabahınız xeyir, yoldaş Şirinov. Yoldaş Şirin. Mən indi odu söndürüb, külü ilə oynayıram. Heç xiffət eləmin Şakir Şəkəriç. Siz elə bilirsiniz ki, oralarda sizi unudurlar. Heç belə, heç bax. Sizin kimi təcrübəli kadrı istifadəsiz qoymaq olmaz Şakir Şəkəriç. Bir də gördünüz ki, telefon zəng çaldı. Şakir Şəkəriç, buyurun gəlin iş başına. Və telefon zəngləri çalandı bir-birinə. Deyir, keçən günə gün çatmaz, çalasan günü günə. Ancaq nə bilmək olar Sürxayzadə, bəlkə sən deyən oldu. Telefon zəngləri bir-birinə çalananda... Bax onda siz dostunuzu düşməninizdən ayıracaqsınız. Onda biləcəksiniz ki, Şakir Şəkəriç pis gündə kimin vəfası neymiş. Mən də gəldim elə sizə dəyməyə, baş çəkməyə, əhvalınızı soruşmağa. Çox sağ ol. Çox sağ ol, Sürxayzadə. Sağ ol ki, məni yad eləyirsən, bilirsən deyə. Çünki sənin çörəyin dizinin üstündə deyil. Eybi yox, vaxt gələr əvəzini çıxaram. Sənin bu yaxşılığını mən yadıma salaram. Nə danışırsınız Şakir Şəkəriç? Mən elə adamlardan deyil. Mən duz çörək kəsdiyim adamla qəbr evinə qədər varım. Mən ürək... Mən gedim Şakir Şəkəriç. Sağ olun, mən gedim. Oldu. Şakir Şəkəriç. O məsələ vardı, balaca bir xahiş. O yadınızdan çıxmayıb ki. Nə? Yox, yadımdan çıxmaz. Çox sağ olun. Görə bilmirəm onu son zamanlar, ancaq mütləq görəcəyəm, deyərəm. Mənə belə gəlir ki, o da mənim sözümü yerə salmaz. Əlbəttə. Çünki dünyadır da, vaxtlar onun da mənə işi düşər. Deyir, ölkən nə qədər uzun olsa, gəlib keçər hardan? Toyxanadan. Axı kimlərdəndir? Ailəsi kimdir? Atası neftçidir. Anası... Heç bilmirəm anası nəçidir. Bir də bunun nə dəxli var? Əsas odur, özü yaxşı oğlandır, insan adamdır. Sən hardan bilirsən ki, o yaxşı adamdır, yaxşı insandır, hə? Necə yəni? Tanıyıram da. Demək görüşmüsünüz. Gəzirsiniz?
Gözüm içine düz bax. Sən heç bilirsən ki, sən kimin qızsan, hə? Bir cavab ver mənə görüm. Şakir Şekeroviç Şirinov. Kimdir bu Şakir Şekeroviç Şirinov, ha? Nazir muavini. Nazirin keçmiş muavini. Keçmiş olanda ne olur? Nazir elə. Keçmiş nazir. Olsun elə keçmiş nazir. Nazir. Ana, mən çox gözəl bilirəm bütün bunları. Bax, əgər keçmiş nazirin keçmiş muavininin qızından bir oğlanın xoşu gəlirsə və keçmiş nazirin keçmiş muavininin qızı da bu oğlanı bəyənirsə, bu bəyən pis işdir. Bax, əgər keçmiş nazirin keçmiş muavininin... Görüm sən mənə lap çaşdırdın ki. Ha, demək istəyirsən ki, bu oğlan da keçmiş nazirlərdəndir. Yox, nazirlərə zada dəxli yoxdur. Nə indikinə, nə də keçmişinə. Bəyəm onun haqqı yoxdur. Yoxdur. Nə yoxdur? Haqqı yoxdur ki, elçiliyə göndərməmiş, hərisini almamış, üzüyünü barmağına taxmamış, ayaq aç deyə gəlməmiş bir qızla elə-belə görürsün. Rast ki, deyirsən ki, fikri belə seriozludur. Onda qoy ağsaqqallarını göndərsinlər elçiliyə. Biz də baxaq, görək, ölçək, biçək, cavablarını verək. Nə deyirəm ki? Mən axı necə deyim ki, elçi gəlin? Sən onda deyin ona ki, mən səni daha danışmıram. O da deyəcək ki, nə üçün? Deyən ki, bilirsən nə var? Dünən qonşumuzun qızına elçi gəlmişdi. Mən də ot olub yerdən çıxmamışam ha. Mənim də atam var, anam var, qonum-qonşu var. 5 dostumuz, 5 düşmənimiz var. Belə desən başa düşəcək ki, elçi gəlməlidir. Ay, əgər belə anlamazdırsa, onda çətin ondan sənə ər olsun, bizə də ki kürəkən. Yox, məncə başa düşər. Bax, birdən soruşdu ki, neçə nəfər elçi gəlsin? O baxır, ay qızım, onun qabiliyyətinə, qanacağına. Hər halda biz tərəfdən də bir 3-4 nəfər qonum-qonşudan, qohumdan, əqrəbədən olmalıdır da. Bir də ki, 3 nəfər nazir mavin. Keçmiş mavinləri. Ay qızım, biri elə yenə də mavin işləyir. Deyirlər, onu bir aydan sonra çıxarırlar. Deməli sən, bu elçilərin bir aydan sonra gələcək? Mən axardan bilim. Ay, haçan gəlməlidirlər ki? Lap elə sabah qoy gəlsinlər. Mən etiraz eləmirəm. Lap yaxşı. Gedib deyərəm. Bura bax Mərcan. Amma rəsmi adaxlanana qədər səni onunla görüşməyə qəti qadağan edirəm. Baş üstə. Bəlkə kimə gedir? Yox. Mən evə gedirəm. Gör nə yaxşı havadır. Bəlkə biraz gəlir. Dünən qonşumuzun qızına elçi gəlmişdi. Yaxşı. Mən gedim. Elçi gəlmişdi. Sən ora tələsirsən? Yox, ora niyə tələsirəm? Mən ot deyiləm ki. Hə? Yerdən çıxmamışam ki. 5 nəfər dostumuz var, 5 nəfər düşmənimiz. Yox, 5 nəfər dostumuz, 3 nəfər düşmənimiz. Ya əksinə, 5 nəfər. Qonum, qonşumuz, atam, anam, ot deyil ki. Yerdən çıxmayıblar ki. Hər qız nə deyirsən, heç nə başa düşmürəm. Başa düşmürsən? Onda anam dedi ki, bizə sənin kimi anlamaz kürəkən lazım deyil. Səndən heç gözləməzdim. Deyirəm axı, səhərdən başqasan. Soğumusan nədir, sevmirsən ki? Şamil, sevirəm. Amma anam dedi ki, bugündən səni tanımıyor. Axı niyə? Quşlar bahçəm.
de. Qara qızın dərdi varmı? Buna sadə dillə de, biz də başa düşək də. Yoxsa başlamısan, qonum qonşu belə gəldi, dost düşman belə getdi, o tərəvəz hardansa oradan gəldi. Sabah elçilərim, cağ-baca atanla ananın huzurundadır. Görüb eləyən olar. Sən də qəlbi söz danışırsan, İkramiye. Görsünlər də, məyər biz bir-birimizi sevmirik. Sevmirik. Şimdi dost var, düşmən var. Əvvəl gərək bizimkilər gəlsinlər sizə, rəsmi elçiliyə. Sənin hərini alsınlar. Sonra kim bizə nə deyə bilər, hə? Madem ki sizinkiler gelmek istəyir, buyursunlar. Amma benim atamın belə formal işlərdən xoşu gəlmir. Özün bilirsən də, atam ateizm üzrə professor, düz deyil. Çörək Allah'tan çıxır. Daha doğrusu Allah'ın olmaması barədə leksiyalardan. Odur ki, belə şeylərə dinin, köhnəliyin qalığı kimi baxır. Kamil! Madem ki sizinkiler gelmek istəyir, buyursunlar! Deməli, sonra bizim nümayəndə heyətimiz gəlir sizə. Elçiliyə! Yox, yox. Nə elçibazlıqdır. 40 ildir mən zəhmətkeşlərin ateist tərbiyəsi haqqında mühazirələr oxuyuram. Könəlmiş adət ənənələri inşa edirəm. İndi nə oldu? Bu keçmişin qalıqların əsiri olmalıyam. Bircə bu qalmışdır. Axı, ay Tahir, ayıbdır. Elin adəti var. Axı, gələcəklər, qızın hərisini istəyəcəklər. O yan bu yan bilmirəm. Qızla oğlan bir-birini istəyirlər. Vəssalam. Evlənmək istəyirlər. Tutarlı getdi. Daha bu dəmdəsgah niyə lazımdır? Ancaq quru rəsmiyyət. Yox. Növbəti mühazirəmdə mən bu barədə ətraflı dayanmalıyam. Mütləq. Bəs indi atam nə vaxt qayıdacaq? Bilmirsən bala, bu həftə dənizdədir. Sübh tezdən vertolyotla yola düşüblər. 10 gündən sonra növbəsi qutaranda qayıdacaqdır. Ay dədəm vay. Mən batdım ki. Necə? Alo, canı çıxsın yarışda havada giyməsi o ayaqqabını. Bəli, buna bax. Necə? Alo. Biri böyüdü, biri balaca ayaqqabının. Biri plastik corabdan girsin, o birisi gün corabdan. Ben o ayaqqabımı ona vermeyeceğim ki. Ayaqqabımı, şalvarım. Ayaqqabımı. Alo, belə deyin. Sen de diyen görüm iş. Alo, siz o adamınla işi... Sonra, salamlayıp çəkəriz. Hoş gəlmişsiniz. Buyurun əyləşin. Səfa getiripsiz. Nəcəb sizler de bizi yad edəmsiz. Əyləşin. Ne oldu? Hiç. Ciddi bir şey yok. Yok. Hər tərəf elə. İş belədir ki. Necəsiz? Bax şart çəkərik. Əgər şart xəbərdən gəlmişsinizsə, benim akşam deyirəm, muştuluğu məndə əla bir toz. Olacaq Surxayzadə, şart xəbər də olacaq, muştuluq da olacaq. O adamı axır vaxtlar görmürəm. Görən kimi deyəcəyəm, ümidvaram ki, özü də düzələcək. Mən dedim, bəs yəqin... Yox, sən ürəyini buz kimi saxla. Mən axı sənə söz dedim. Mən indi sənin yanıma başqa iş üçün gəlmişəm. Biz hazır, ayaqqabı, botu... Yox, ayaqqabı, botu məsələsi deyil. Sən bu axşam bizdə olmalısan. Xeyir iş var. Qızıma elçi gələcək. Xoşbəxt olsunlar, subaylar üçün. Eliyəsiz, oğlu uşağı olsunlar, baba olasız. Amma məsələ verir ki, şaşı şəkəric, məni məzur tutun, mənim bugün möhkəm bir işim var. Ona görə də məzur tutun məni. Yox, sən hökmən bizdə olmalısan Surxayzadə. Hökmən. Yoxsa səni də salaram o siyahiyə, bilirsən də, hansı siyahəni deyirəm. Bağda ərik var idi, salam məlik var idi. Bağdan ərik qutardı, salam məlik qutardı. Özün bil. Mən istəyirdim sənin işvə bir əncam çəkim. Özün bil. Şəkil şəkəric, nə danışırsınız? Mən oyunda dedim ki, mən elə adamlardan deyiləm. Saat neçədə, havaq harda? Saat 7-də bu axşam bizdə.
Məsələ belədir, mənim bugün vacib işim var saat 7-də. Sən gedirsən mikrorayona, bax indən də pulunu ayrı qoyuram. Oradakılara deyirsən ki, mən biraz gec gələcəyəm. Saat 10 üçün, ona bir 5 dəqiqə qalmış mənim havamı çaldırarsan, oynaya-oynaya içəri girirəm, biraz da duzlu çıxar. Sən Allah, olsun, olsun, olsun. Böyük xanım necədir, balaca xanım necədir? O nəlbəstli xanımı gördüm lambatda. Sənin canısı elə arıqlayıb, imam cüzəsini oxşayıram, elə yardım gəldi. Olsun, olsun, olsun. Sən Allah. Vay, 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 vay. Ağa, badambazı yenə toylarda balaban çalır. Bey bala ne deyir? Qarı yerə soxun böyük yağanı. Adı Dəngüldür, Bahadırın tayıdır. Həri. Ağa, ülkəni işləyir. Aldı. Nə? Sən Allah. Ağa. Şükür Allaha. Sağ əl almayanların başına. Daha bir cəlli qalanlı dayanmaq olmaz. Biz balağa. Hə? Balağa. Hə. Sən Allah. Oynəl, Bəhram, Bəhiyyətcin. Hamısı toydaydılar. Hamısı toydaydılar oyunları. Üç badam bir goz, üç badam bir goz, üç badam bir goz, üç badam bir goz. Çəkmin, götürün Gülüşə nəridir? Bəli, bəli. Göyşəydən gətirmişsən. Bəli, götürün. Bu əntiqi olar. Ölçün. Çəkmin, götürün, nə lazımdır? Nə qədər lazımdır? Peki siz bizdən nar alasınız? Götürün. Çox sağ ol. Götürün. Bağımda üzüm kaldı, üzüm kaldı. Yemedim üzüm kaldı, üzüm kaldı. Bu gelen müşterinin annenim. Hamsında gözüm kaldı, annenim. Hey hey, kurbandır. Kelem gül açtı, neneli, dilim dolaştı, neneli. Kelem gül açtı, neneli, dilim dolaştı, neneli. Beh, gel, ağaz, gel. Ay, bağışlayın, buyurun, sizin için ne güzel buket hazırlamışım. Onu götürün, kurbandır size. Üç badam bir goz, üç badam bir goz, üç badam bir goz, üç badam bir goz. 100 200 300 400 Ne oldu? Akademik tapdın? Səni nə demək? Aa, gelmişsən yanına. Deyirəm, akademik tapdın? Ne akademik? Ha, akademik. Ha, tapmışam deyəndə. Necə yəni? İkisine zəng elədim. Hə. Dediler kabaptirovkaya gidip. Hara gedib? Komandirovkaya. Yaxşı. Akademik olmur. Bədəvətdə laf professor da yarayar. Profesör? Hə. İkisine zəng elədim də. Nə dedi? Hərəsi bir bahane ilə aradan çıxır. Ha, hiç danışmaq istəmirlər. Onlar sarın, sən olasan, əsəbləşin adamda. Əsəbləşmə bir söhbət. Ama biri var, dassetdir ve hayat onlar sarın. Gör dünyanın hansı yeridir ki, dossenti, atkaz elədim mən ha. Sən öləsən deyir bu yaxında, bilirsən belə disertasiya zaşət eləyirəm, olmaz. Belə şeylərə deyir pis baxırlar, sonra pis qələmə verərlər. Hə də, razılıq vermədi. Bir yaxdır, nə olar? Qoy o dassent olsun, mən də olun nadir. Bir yaxdır, əlbət bir gün onun ürəyinə balıq düşəcək, balıq düşəndə mən ona deyərəm ki, könlü balıq istəyən... Əşi, bir diyan görmək, yəni bir şairdən, yazışıdan, mazışıdan qapazlaya bilmədin? Sən də qapazlaya bilmədin. Mən neynim, onların qurultayıdır.
Ha. Adı biabır olacaq, bəs necə olsun? Neçə var, bir şey fikirləşək. Sen arxayın ol, fikirləşək yaxır bir şey. Mənim Fikirləşək. sən də keyfdəsən. Ha, nə lazımdır, kimsən? Bu bazarın böyüdü sizsiz. Tutalım mənəm ala, sözlüyü tez elə. Gelin tanış olaq. Profesör Tahir Mahirov. Aşı sözlüyüdür də, başa düşdük də. Mənə biraz balıq lazımdır. Arvadağaya söz vermişəm, deyirlər qutarı bey. Ala, deyirlər qutarıb, zınaçı qutarıb da. Qutarıb? Mən burada yeşiyimdə balıq saxlayıram bəyəm, mən burada yeşikdə. İşə düşmədi, işən öləsən. Daha əziyyət verdiyim üçün üzr istəyirəm. Bağışlayın. Sağ ol. Hoş getdin. Profesör Mərli! Dayanın, Profesör Mərli! Diya. Sen doğrudan Nastagaşçı profesörsən? İyi. Necə Nastagaş? Əlbəttə ki. Hada kişi profesördür da. Buyur bura. Buyur. Sen ben Keşif duruyor, siz de o saçtırıp getirsiniz. Buyur göreceğim. Ne oldu? Ha? Ne oldu gittin birdenbire? Bir balık nedir ki ya? Sen boyda akademik. Durup oradan bura. Balık üçün gelmişsen, ben sana balık tapabilmiyim. Ala o balığı ben yerin deşiğinden de... Denizin deşiği, denizin dibinden de olsa tartıp çıkarlar. Çok sağ olun. Sen ne danışırsan? Çok sağ ol. Sen arxayın ol, əyləş, mən sana sərəncam verim, sənə əla indiyski balıqdan çay dəmləsin. İndiyski çaydan balıq çıxardır. Ha yok indiyski çay demleyemez. Çay dəmləyəcəm, saat ya. Çok sağ olun, çok sağ olun. Ay kürən! Orada Uçaskoğlu'nun payında bir antika asatırı. Gelin, ay beri gelin. Çardı armut. Çardı ha. Bir profesörümüz nerede var? Ha. İndi kaldı. Bir iki tane de lariyattan zat. Ola? Hadi göreyim ne istiyorsan, kim lazımdı? Siz. Adınız? Nadir. Kamilov. Çok güzel. Bu... Nadir. Kamilov. Kitabımın ilk okçusu. Buyurun. Tebrik ederim. Mətbənin əlində çıxıb. Rəngi də qurulmayıb. Əhd eləmişdim ki, ilk nüsxəmi sizə getirin. Eşitmişəm, yaman kitab vəskanısınız. Əhsən. Neçə kilo? 2. 150 gram. Şüren! Oradan şair için 2 kilo asatını. Revizorun payından. Mənə bax, Bəli. sən mənim cəm düzündür. Və doğru şairsən. Əlbəttə. Yazıçılar İttifaqına da ərizə vermişəm. Nadir, Kopyası. yazıcılar ittifaqı. Kopyası var. Həri. Ala 3 kilo elə balığı. Cem
ver ola. Sigaretin var. Yok karşıma çeken de yok. İki kişi değil. Cibine sigaret de koy, çeken de. Oo! Ay Bu seni hardan hoş geldi. görmüşük. Çoxdandır gürsənmirsən, şəbşəyivi. O kadar dostlaşla var ki benim macal tapmak olur görüşmeye. İlde de bir dostumu gözlürüm, üzür istedim. Baxma ki, sənin mənə borcununla var, şəbşəyivi. Mən xırdaçı adam dügüləm, hə? Gəl, müftə müsəlləm, can qardaş. Üzümü qırxım, laf saqqal basıb sənin. Yaxşı deyirsən Canik, doğrudan da saqqalanmaya koymağın vaxtıdır amma... Canik, demirsən ki müftə qırxır ha? O da bəli, müftə. Paşa paşa iç. Oo, maşallah. Gün hayalla çıxıb üzüyü təlaşır etdirmisən. Olmusan konfet kimi oğlan. Gel belə eləyək. Aparım sənə bir antika yerə. Elə bir kəkatulu çay içəsən ki, ömrün boyu dadı damağımdan getməsin. Yanında limonu, o gilas, ağ gilas var idi istəyəcək. Sən şaftalı varinəsindən danış, əncir varinəsindən danış, pirojnadan, tortdan, şəkərburadan danış. Yanındadan, Şirvan karyakından danış. Aydan, 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 oy. Jenny, adı Elçiniydi də. Vaqiflə Fatih oxudular ha. Həri, Vəkil yaxşı uşaqdır. Vaab verdir əlindən, vay baxlar. Yox, düz qaldı vəzi zaman. Sən Allah. Ağa, Vahidi ələ getdi. On 18-ci Meridian küçəsindən 28-ci paralel küçəsi. İki küçənin tini, Murado. Köndələn ev. Bəlkə o evdir. O da 18-ci paralel küçəsindən 28-ci Meridian küçəsinin tinindədir. Necə? Ha? Yox, köndələn ev axı. O da köndələn evdə. Ala, bu sağdadır, bu solda. Bizə sol lazımdır. Biz əgər belə deyansaq, onda bu sağda olur, o solda. Yox, əgər üzü belənçinə deyansaq, türkün səsi, köhnə kişilər demişkən, üzü qibləyə tərəf. Onda olur bu solda, bu sağda. Ya bu sağda... Ada diyan görə gəlsən də. Yox, diyan görə... Ne yazılıb orada? Burada qiblə haqqında bir söz yazılmıyor. Diyan görək. Ha? Gazet fıkrası. Bu deyil. Bize gazet fıkrası lazımdır ha. O gazet fıkrasının birisini bu eve düşür, o birisini de o buraya eve. Bu deyil, birinci mertebe. Birinci mertebe berberxana, getdi ye. Yaxşı qadın bərbərxanası, yoxsa kişi bərbərxanası. Ada burada yazılmayıb qadın kişi ya. Yox. Şaşmadı. Məsələ ondadır ki, bu evin birinci mərtəbəsi qadın bərbərxanasıdır. O evin kişi bərbərxanası. İndi biz nə bir yansındadır? Şaşmadı sen orada sen. Neyini Ada yanında? profesör gelir, biyabır olduk senin. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Necə gedir elçiliyə? Getməyinə... Profesör müəllim. Gedməyinə gedir ye. Amma məsələ Elə bir balaca, ünvanı itirmiş, ünvanı. qaçıq düşüb dolaşır var. Niyə ki, nə olub? Bilmirik bu evdir, ya o evdir, o yoxsa bu evdir. Çaşıb qalmışdı. Bu o evdir. Cəniflər, Aca. çox üzr istəyirəm ki, mən istər-istəməz siz söhbətinizi eşitdim. Siz deyəsən elçi getmək niyyətindəsiniz. Yanılmıramsa, ünvanı çaşdırmışsınız. Çaşdırmış. Ardımcan! Paşa-paşayız. Sizi istediğiniz yere çattıracak iyi bir içeceği bir yerde. Paşa Bəli. o kimdir? Ben değil həkiminiz. Caniklar, ardımca! Atam hələ gəlməyib. Atam hələ gəlməyib. Yox. Aman Allah, indi neyniyək? Nə olub ki?
Kamil'i göre bilmedim, indice gelecekler. Kim gelecek? Kim? Elçiler. Bəs görmedin atan ne dedi? Demeyime pişman oldum. Kamil'i göre bilmedim, Sumgayet'e gidip sabah kaydacağım. Hiç olmasa ata anasına diyeydin. Necep söz danışırsan. Ata-anasıyla hiç tanış değilim, indi zey vurum ki. Salam aleyküm. Eşitmişem bize elçi gelme istiyorsunuz ama gelmeyin. Benim atam ateistli, elçi zatı saymır. Hece bir şey düştük. Şimdi biz neyniyik? Ne bileyim. Gel gizlenek. Nece gizlenek? Ha gizlenek. Işıkları söndürerik, televizoru da geçirderik. Güya evde yokuk. Geldiler. İşte geleceğler evdeyik. Işıklar yanar. Televizor okuyor. Bir yağmur oldu. Belki atandı. Git bak. Gitme korkma, ben buradayım. Git bak. Korkma. Git. Yavaş git bak. Kimiydi? Telegramdı. Vladivostok'tan atamam. Ama işine başa düşmürəm. Şah Y2Y3 Yermakov. Bu ne demeydi? Yadıma düştü. Atam Vladivostok'taki bir həkimlə telegrafla şahmat oynayır. Yəqin o da növbəti xoda xəbər eləyir. Biz nəhayda, bunlar nəhayda. Yaxşı keçir. Havaları girəmi? Bəli, çok güzel keçir. Liftimiz saat 12'ye işləyir. Liftimiz? Yox, bütün gecəni və bütün səhəri. Bizdə ancaq saat 12'ye işləyir. Neftçi yenə uduzdu. Dublörlər heç oynadı. Amerika'da işsizlik sayardır. Cəniblər, laf ağın çıxardıblar, vallahi. Yaxşı, deyirəm gəlin, tanış olaq, elə deyil mi? Elə. Başlayaq, Qaraj müəllimlə. Qaraj. Qaraj müəllimlə. Qaraj müəllim bizim qonşumuzdur. Avtoprofilaktorinin müdürüdür. O ki qaldı, Qərib müəllimə. Qərib müəllim, Qəmbər müəllim. Qəmbər müəllim, yaxın dostumuzdur, yoldaşımızdır, can-ciyərimizdir. Surxayzadəni təqdim eləməyə mənə belə gəlir ki, ehtiyac yoxdur, onu hamınız tanıyırsınız. O ki qaldı mənə, mən də ki qızın fundamental surətdə atasıyam. Mən də oğlanın atasıyam. Qəşəng. Çox şadam. Bu professor müəllim bizim ailənin ən əziz, ən yaxın dostudur. Bu da bizim ailənin şairi, sevimli şairi. Əzizimizdir. Yaxşı şeirlər yazır. O da bu yaxında qəttəzə kitabı çıxıb. 150 qram. Yaxşı şeirlərdir. Təzə də elə. Xahiş edirəm. Bağışlayacağım
olaram. Oh! Ne kadar poetik bir ifade. Xəmirimizin mayası. Sırxayzadə müəllimin uşaqlıq vaxtı. İcazənizlə. Götürün, götürün. Ha, buyur. Yəni, icazənizlə. Başaqlı. Prop nimat edeyim. Teşekkür ederim efendim. Təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Bazar lövhələri. Ne bazar? Xəzər. Təbrik edirəm. Çox sağ olun. Çox sağ olun. Resenzya çıxıb kitabınız haqqında? Yox hələ. Kitab təzə çıxar. Fərasətli şairin kitabından qabaq gərək onun resenziyası çıxsın. O necə olur elə? Gərək resenziya yazanı əvvəldən görəsən də lazım bir hörmət eləyəsən ya da ki... Ya da nə? Ya da gərək bir zorba adamın olsun və yaxud bir zırtı yerdə işləyən tanışın olsun ki, resenziya yazan da, bıraxan da bilsinlər ki, bəlkə sən də hardasa bir yerdə işlədin və onların da sənə bir işi düşdü. Dünyanın işini bilmək olmaz. Yaxşı. Təşkil. Bir dəfə baxdınız olsa, gələrsiniz yarıma, ölkənlə doğanağın mehriban münasibətləri haqqında sizə leksiya söyləyəcəm. Bu kitabdan hardan almaq olar? Taza bazardan. Bazardan? Ha, var, laf da. Verədirsə bağışlayaram. Bağışlayaram. Çoxdan sizlə tanış olmaq istəyir. Bilirsiniz, mənim Jigulümün kardinvalı, kardanlıvalı, sıradan çıxır. Deyilən bir yanınızda. Profesör, ben çoxdan götürüşə axtarırım ki, sizinlə bir yaxınlıq eləyim. Eşitmişəm sizin institutda bir balaca yer açılır. Mənim xalalığım çox mərifətli, çox mərifətli oğlandır, bacarıqlı oğlan. Lodar müəllim. Nadir müəllim. Lodar müəllim, o mən quru balıq üçün hava üçün narahat edə bilərəm. Ana, könlü balıq istəyəni. Bəli. Hava narahat edə bilərəm. Həmişə. Kız oğlan unuduldu, nə olsun ki nə? Zafı təzə sarışlıq düşdü yerinə. Biri bazar kontapti, o biri həkim. Xeyirli elçilikdən kimin ciyər kim? Xeyirli elçilikdən kimin ciyər kim? Varam bir elçiliyə, xeyri olmayan elçiliyə ayaq basmaram. İnstituta yol açtı elçinin biri. O biri için boşaldı yağlı iş yeri. Bunun aldığı doşap çıktı təzə bal. Jigulliyə tapıldı şakardanlı var. Jigulliyə tapıldı şakardanlı var. Mən onu çoktan aktarırdım. Bilirəm. Yaxşı ki tapılır. Kartopu yerə baxacaqacaqlar. Bak belə xeyir için kime xeyri var? Elçiler için evlenir məyəm cavanlar. Gəl belə elçilik gəl hər ay, hər həftə. Elçilikdə düzəlir Çox işlərimizdə, hey, elçilikdə düzəlir, çox işlərimizdə. Elçilikdə düzəlir, çox işlərimizdə. Yaxşı bəs, üzüyü niyə taxmamısın? Hanı üzüyü? Hansı üzük? Atam gülün, elçilərin sənə gətirdiyi üzüyü. Opa! Yaraşır mənə. Şap elə bilir, şuftadır. Şuf elə bilir, şaftadır. Nə şaftadır, nə şufta, yaman taraf durub da. Elçiler iş açtılar, iş açtılar, qaçtılar. Üzün neynəsinindi, üzün bir kimindi. Elçiler iş açtılar, iş açtılar, qaçtılar. Üzün neynəsinindi, üzün bir kimindi. Üzün geri saç düşüb, yamanca saç baş düşüb. Kız oğlana şart bakır, oğlan kıza yaz takır. Şap elə bilir, şufta.
şaptadır, şup elə bilir şaptadır. De şaptadır, de şupta, yaman taraf durumda. Üzüyü bilmir hardadır, üzüyü yaman dardadır. Yani kızı neylesin, sözün kime söylesin. Üzüyü bilmir hardadır, üzüyü yaman dardadır. Yani kızı neylesin, sözün kime söylesin. Üzüyü taş düşür, yamanca taş baş düşür. Kız oğlana şad bakır, oğlan kıza yad bakır. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Ne şaptadır, ne şupta, yaman taraf durursa. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Ne şaptadır, ne şupta, yaman taraf durursa. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Ne şaptadır, ne şupta, yaman taraf durursa. Kalım yoldadır, yeni ilk gelir yine. Karlar kulak verip, onun adım sesine. Dirildi gözleri, arzulayır yolu. Şimdi neçe gün çekir, yeni ilin yolu. Yeni il elçisidir, gelen günlerin. Yeni il müjdesidir, rast gelirlerin. Yeni il elçisidir, gelen günlerin. Yeni il müjdesidir, rast gelirlerin. Gel seninle açılsın arzular seher kimi. Gel sevindir alemi, güzel şad haber kimi. Tanrı'ya hediye ol, cavanlara soyunsan. Gelsinler sevinsin, nəğmə desin her insan. Yeni il elçisidir, gelen günlerin.